1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələrinin 366-cı mot atıcı alayın köməyi ilə Xocalı'nı işğal etməsi, orada yaşayan əhalini amansızlıqla qətlə yetirməsi, ölkənin mərkəzi hakimiyyətinə təzyiqlərin artmasına gətirib çıxardı. Xocalı qətliamından sonra vəziyyət daha da gərginləşdi. O vaxtki rəhbərliyə Mütəllibov idi, çox böyük baskılar oldu. Açıq-aşkar çox zor göstərirdilər, plan edirdilər. İnsanlar qorxu içərisində yaşayırdı, deputatların özü də. Onlar nə diktə edirdilər? Ancaq o məsələlər müzakirə olunurdu. Diktədə nə idi? Elə o sessiyaların özündə onunla savaşırdı, bununla savaşırdı. Qarabağdakı gərginlik, mərkəzdə isə vəziyyətin nəzarətdən çıxması martın 6-sında dövlət çevrilişi ilə nəticələnir. Prezident Ayaz Mütəllibov istefa verir. Şuşa artıq bir neçə ay idi ki, çox təhlükəli bir vəziyyətdə idi. Hətta mən Şuşanın o vaxtı rəisi vardı, Bayramov. Mən o fevral hadisələrindən bir qədər qabaq onunla telefon əlaqəsinə girdim Ağdamda. O inatla dedi ki, mən bilirdi, Ali Sovetin deputatıyam, Cahangir Vəlim. Mütləq Respublika rəhbərliyinə çatdırın ki, Şuşada vəziyyət ağırdır. Əgər bizə belə kömək olmasa, biz Şuşadan saxlaya bilməyəcəyik. Şuşa ətrafındakı vəziyyət 1992-ci ilin əvvəlindən etibarən gərginləşirdi. Yanvarın 25-dən 26-sına keçən gecə Daşaltı kəndinin azad edilməsi uğrunda aparılan əməliyyat uğursuzluqla nəticələnir. 2 gün sonra Ağdamdan Şuşaya hərəkət edən növbəti helikopterin uçuşu zamanı faciə baş verir. Mülki əhalini daşıyan Azal konserinə məxsus 24137 bort nömrəli Mi-8T helikopteri ermənilər tərəfindən yer-hava tipli raketlə vurulur. Parlament demək olarkən fəaliyyətsiz bir quruma çevrilmişdi. Təsəvvür edin ki, 340 deputatdan yalnız 50'si o proseslərdə iştirak edirdi. Və o 50'sinin də bir neçəsi hətta dövlət qulluğunda vəzifələr tuturdular. Gəlirdilər, otururdular, müzakirələrdə iştirak edirdilər və qayıdırdılar, deputat kimi səs verirdilər. Bəli, təzyiqlər artırdı. Həm Qarabağda, həm də Bakıda. Məhz Bakıdakı təzyiqlərin nəticəsində Müdafiə Naziri postunda Tahir Əliyevi Rəhim Qaziyev əvəz edir. Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun qərarı ilə Şuşanın komendantı Rəhim Qaziyev Müdafiə Naziri təyin olunur. İnanırlar ki, Rəhim Qaziyev bunları xilas edəcək. Hərbçilər də mülki cəmaat. Sonra hərbçilərlə ayrı-ayrı batalyon komandirlərinin mənim söhbətim oldu, görüşüm oldu. Hamısı deyir ki, Tahir Əliyevdən Müdafiə Naziri olmaz. Siz nə qədər gecdir, onu çıxarın, yerinə Rəhim Qaziyev qoyur. Rəhim Qaziyev bu batalyonları birləşdirə bilər, çünki onun bunlarla əlaqəsi var. O, Müdafiə Nazirliyinin işini təşkil edə bilər, rəhbərlik eləyə bilər. Biz də hamımız ona tabi olacaq. Bunun söhbəti. Bunun əsasında demək, biz qayıtdıq gələndən sonra, mən də yoldaşlarımızla burada məsləhətləşdik ki, Rəhim Qaziyev Müdafiə Naziri edək. Məsələ çıxdı ki, Tahir Əliyevini edək. Tahir Əliyevi Rəhim Qaziyev təklif elədi ki, bunu keçirək. Onun Rəhim Qaziyevin özünlə bu söhbət olanda təklif olundu ki, Rəhim Qaziyev, Tahir Əliyevi Daxili İşlər Nazirinə birinci müavin təyin edək. Tahir Əliyev bu təklifə qəti etiraz elədi. Dedi ki, mən nazirəm, generalam, mən nazir, o nazirliyə nazir vəzifəsini keçə bilərəm. Başqa nazirliyə mən, başqa vəzifəyə mən getməyəcəm.
Bax, bu münaqişə yaranmasın deyin, çox götür-qoy edəndən sonra elə Rəhim Qaziyevin özünün təklifi ilə biz Rəhim Qaziyevi, Tahir Əliyevi keçirdik Daxili İşlər Naziri, Rəhim Qaziyev də Müdafiə Naziri təyin. Martın 14-də Müdafiə Naziri Şuşada mövcud olan hərbi qüvvələrin vahid komandanlıqdan idarə olunması barədə əmr imzalayır. Əmrə əsasən bütün hərbi birləşmələr Əfqanistanda döyüş təcrübəsi keçmiş 777 sayılı xüsusi təyinatlı əlahiddə hərbi hissədə cəmləşməli idi. Amma bu əmr imzalanmazdan öncə vəziyyəti düzgün təhlil etmək tələb olunurdu. 26 aprel mən 120 nəfərlə gələndə, gəldik tutduq Şuşaya, otduq iclasda. İclasda mən bir qaldırdım bu tabur komandirləri. Birinci qalxdı xüsusi taburun komandiri Elçin Mamedov. Elçin Mamedov qayıtdı ki, bəli, mən xüsusi taburun komandiriyəm. Mənim də taburumda 360 nəfərdən ibarət olmalıdır. Cəmi 120 nəfər mənim əskərlərim var. Dedim mənə, siz kimə tabusunuz? Deyir, mən şəxsə taburam, Müdafiə Naziriyəm. Ondan sonra qalxır Tofiq Oğuz. Tofiq Oğuz, siz kimsiniz? Dedim, mən könüllü dəstənin tabur komandiriyəm. Что за батальон? Кто его финансирует, этот батальон? Şuşa şəhərin, rayonun öz müdafiə batalyonu. Elə belə təqdim elədi Fəxrəddin Səfərov. Mən könüllü taburun komandiriyəm. Sizin tərkibində kim var? Dedim, məndə var orada Kərcəxan uşaqları İslam olaraq rəhbərlik edir. Siz Azərbaycan Silahlı Qüvvələrində tərkibindəsiniz? Dedi, xeyr. Ramiz Qambarov qalxdı, milli qəhrəman. Ramiz, sən kimsən? Dedi, mən Xalq Səpəsinin batalyonuyam. Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəsə, xeyr. Siz kimsiniz? Fazil Əşrəf. Siz kimin rəhbərlik edirsiniz? Dedi, mən Kosalarda könüllü dəstə yığmışam, Kosaların batalyonu komandiriyəm. Mərkəzdə baş verən pərdarxası siyasi oyunların Şuşadakı güzgü effekti daha dəhşətli idi. Şuşa ətrafındakı vəziyyətin kritik olmasına baxmayaraq, burada mövcud olan sərbəst hərbi birləşmələr vahid komandanlığa tabi olmaqdan bu və ya digər mənada imtina edirlər. Pərakəndəlik, xaos, insanların, yəni o dövrdə aydındır ki, Müdafiə Nazirliyi ifadəsinin yalnız adı var idi. Müdafiə Nazirinə nə qədər o deyək ki, səhra komandirləri tabiçiliyi göstərmirdilər. Bunlar çox hamımızın bildiyi, indi artıq bildiyimiz faktlardır. Baxdım ki, cavan bu ki, ağsaqqal oturub, dedim, sən kimsən? Mən Muradzadə Mamed, Avtorotanın komandiriyəm. Dedim, Avtorotan, sən hərbiçisən. Deyir, mən yox, birinci taksomotorun parkda işləyirdim. İndi gəlmişəm bura. Dedim, yaxşı, bu kimdir? Qalxdı Nail Kazimov. Nail Kazimov, siz bu boyda rütbə geymişsiniz, podpolkovnik rütbəsində. Siz kimsiniz? Dedim, mən podpolkovnik Rəhim Qaziyev gedəndə mənə verdi. Mən onun öldürmək istəyirlər, xilas eləmişəm, mənə podpolkovnik rütbəsi verdi. Və sizin hərbi təsiriniz var? Dedi, yox, mən Suraxana rayonunda çayxanada işləyirdim. Bu da sizin Şuşada olan dəstələrin komandirləri. Həmin ərəfədə komanda verdilər ki, tanklar Şuşaya getməlidir. Deməli, 3 tank və 3 tankda da 4 ekipaj götürdük. Biz də onları tərkibinə verdik 777-yə, o Elçin Mamedova. Başda bizdə baş leytenant, deməli, Xaqani Mamedov komandir rota kimi onların başında o vaxtı Şuşaya tərpəndilər. Tezdən gedər saat 7-8 radələrində tanklarca Şuşada idilər. 777-də ən müasir radio stansiyaları var.
İki qrup adamlar idi, hərəsi 6 nəfərdən ibarət idi, əsgərlərin. Gecə, gündüz otururdu həmin radiostansiyaların arxasına, ermənilərlə bir-birinə danışıqlarını eşidirdilər. Ona görə də biz bilirdik ermənilər nə hərəkət edir. Qala Dərəsinin safxoz sədri Qrişa, çox belə varlı, karlı vaxtıyla bir kişi olub. Biz Qala Dərəsində onların hamısını ötürmüşdük Ermənistana. Daşaltıdan bir Əşrəf adında kişini tutmuşlar, bir də başqa bir kişini. Əşrəfi saxlamışlar, indiyə qədər ondan xəbər yoxdur. Amma o biri kişini göndərmişlər Şuşaya, onun sol qulağını kəsmişlər deyiblər. Adını açıqlamıram prosta. O dedi ki, Daşaltıdan dedilər ki, Qrişa may ayının 9-unda öz kəndində oturmalıdır. Apreldə 26-sı mənə dedilər ki, bizim kəşfiyyat, bizim tankçıların öz kəşfiyyatları var idi. Həm də Şuşanın Ramiz Qəmbərovun da kəşfiyyatçıları xəbər verdilər ki, ermənilər niyəsə hazırlaşırlar böyük bir. Deməli, dedim orada nədir? Bizim tankçılar bilir də, yəni ki, Rusça danışırlar, təmiz Rusça danışırlar. Yəni ki, erməni aksentində Rusça danışmırlar, təmiz Rusça danışırlar. Bilinirdi ki, bu 366-cı polkun yəni ki, zabitləri danışırdı. Xəritə üzərində, döyüş xəritəsi üzərində bir dənə Şuşa və Şuşa ətrafının ərazisini işlədik. Mən oldum, Elçin Məmmədov oldu, Rövşən Əkbərov oldu, bir də Rüfət oldu. Getdik, girdik Rəhim Qaziyevin yanına, Bakıya, kabinetinə. Getdik, girdik kabinetinə. Tutanakların hamısını vəziyyəti elədik ki, bizə icazə ver, əks hücuma keçək. Çünki erməni may ayının 9-unda Şuşaya hücumu gözlənilir. Əks hücum da ona görə istəyirdik ki, biz ermənilərin planlarını pozaq, yəni pələn-pələn salaq. Rəhim Qaziyev buna icazə vermədi. Adın qoydu ki, Yaqub Məmmədov gedəcək İrana, heç bir əks hücumdan söhbət gedə bilməz. Bakıda isə hakimiyyət uğrunda seçki prosesi başlayır. Xalq cəbhəsi tədricən Yaqub Məmmədovun rəhbərlik etdiyi hakimiyyət üzərində üstünlüyə sahib olmağa çalışır. Əsas o ki, cəbhənin aktivləri var idi o adamlar, rəhbərlik edirdilər. Bunların əlində idi hər şey. Samad qorxudan səsi çıxarda bilmədi. Yadınızdasa bizi bir gecə saxladılar, zalda çölə buraxmırdılar, aşsız saxlayırdılar. Yəni, bunların təsiri çoxudur. Digər tərəfdən Ayaz Mütəllibovu da dəstəkləyən qüvvələr fəallaşır. Və vəziyyət parlamentdə belə idi ki, düzdür, bütün məsələ orada müzakirə olunurdu, ancaq heç bir qərar qəbul olunmurdu. Çünki qərar qəbul etməkdən ötəri, qərar qəbul etmək bacaran bir insan yox idi. Daha doğrusu o məsuliyyəti özlərinə götürən bir şəxsiyyət yox idi orada. Amma həmin dövrdə bir mühüm faktoru da unutmamaq lazımdır. Mənim bir dənə arzum var. Mən həyatımın çox mərhələlərində bizim xalqın vəziyyətini görmüşəm. Və istəyirəm ki, Azərbaycan xalqı azad olsun, milli azadlığa nail ola bilsin və Azərbaycan Respublikası həqiqi müstəqil dövlət olsun. Nə qədər çətin olur olsun, nəyin bahasına olur olsun, başqa cür bizim yolumuz ola bilməz. O vaxtda bir qrup deputat belə bir fikrə gəldilər ki, növbədən kənar sessiya keçirilsin və Heydər Əliyevin orada parlamentə səs seçilməsi məsələsi qoyulsun. Bundan ötəri lazım olan imzalar da yığıldı, kifayət qədər imza da var idi. Tərəfdar var idi bu məsələnin, ancaq Yaqub Məmmədov buna imkan vermədi. Mən mart ayının 6-sında çıxışında göstərdim ki, yeganə qüvvə burada Heydər Əliyevdir. Nə Xalq Cəbhəsi, nə Mütəllimov, nə başqa bir şəxs
Azərbaycanı bu çətin vəziyyətdən çıxartmağa qadir deyil. Bunu yalnız Heydər Əliyev gəlib çıxartmaq bacarığı var. Bu ağır bir şəraitin ən yüksək nöqtəsi yəqin ki Şuşanın alınması oldu. O boyda rayonda, Şuşa rayonda dəstələrin komandiri peşəkar zabit kim var idi? Elçin Mamedovdan başqa tabur komandirləri hamısı mülki adam idi. Nə hərbidə olmayıblar, nə hərbimdə təhsil keçməyiblər. Gəl indi onlardan briqada yarat. Aprelin 28-də də Ramiz Qəmbərovu öldürüblər. Ayın 5-i mayda mən gözə bilmədim ki, çağırdım yanıma Azay Kerimovu. Dedim Azay, məndə olan məlumatı ermənilər 366-cı alayın hərbi hissənin tərkibində böyük qüvvə yığıblar. Kəşfətə getmək lazımdır. Bu da mənim bir yerdə biz gəldik Çosalara. Çosalardan çıxdıq 2 əskər Azayla getdi, biz keçdi ön xətti, getdi kəşfətə. Və biz dağa qalxandan sonra öz gözümüzlə gördük ki, böyük qüvvə Xankəndin ətrafında cəmləşmə rayonlardadılar. Həmən dövrdə o hətta mövcud ordumuz, o komandirlərin özlərinin təminatının son dərəcə zəif olması. Əvvəl-axır həmən ordu deyək ki, o cür acınacaqlı bizim məğlubiyyətlərimizə düşar idi. Və bütün bunlar baş verirdi ermənilərin tam əksinə olaraq. Tam əksinə olaraq çox güclü şəkildə, bizdən qat-qat artıq şəkildə həm təminatda, həm də vahid komandanlığın olmasında onlar bizdən qat-qat üstün idilər. Qondarma rejimin rəhbərliyi altında 1992-ci ilin yanvar ayında Robert Köçəryanın rəhbərliyi altında yaradılmış ümumi sayı 1000 nəfər olan dırnaqarası Qarabağ Müdafiə Ordusu, eləcə də digər silahlı birləşmələr, həmçinin Ermənistan Respublikasındakı Daxili İşlər Nazirliyi alayının 2700 döyüşçüsü Qarabağda cərəyan edən hadisələr, eləcə də Şuşanın işğalı ərəfəsində səfərbər edilmişdilər. Eyni zamanda Xocalı aeroportuna demək olar ki, hər gün Mi-8 helikopterləri və digər təyyarələr ilə Ermənistandan bir neçə reys həyata keçirilməklə silah, mərmi və raketlər, yanacaq və digər sursatlar daşınırdı. 10-15 dənə təyyarəm gecə-gündüz Xocalıya canlı qüvvə daşıyırdı. Aprel-may ayında. Bizdə nə var idi orada Şuşada, indi deyim. Bizim 3 tankımız, 7 BMP var idi, 777-nin. O deməli onların 3-ü idi, BMP 2 idi, 4-ü də BMP 1 idi. Onlarındakı 4-ü işləyirdi, 3-ü işləmirdi. BRDM idi orada, toplar idi 200, bir də desə 2 dənə qradımız var idi. Bu Şuşanı saxlamaq üçün. Demək olar ki, ermənin bütün agenturası Şuşada vardı. Başqa yerlərdən gələnlər. Zaten Nazirliyin təmri var idi ki, bizim işçiləri oraya yaxın bırakmasınlar. Orada da başqa Müdafiə Nazirliyinin özünün xüsusi şöbəsi var idi. O şöbənin işçilərindən də ən aşağısı hər batalyona bir nəfər işçi düşməli idi. Onların bir nəfəri də Şuşaya gəlməmişdi. Axıra yaxın bir nəfər Həsən Əliyev Əsəd adında biri gəlmişdi. Ondan başqa Şuşada o hərbçi arasında əks kəşfiyyat işi aparmaq olmuş. Deyirəm, bizə qadağan eləmişdilər. Kim qadağan? Rəhim Qaziyev nazir kimi bütün hərbi hissələrə göstəriş vermişdi ki, Milli Təhlükəsizlik Nazirliyinin kişilərin hərbi hissələrə boşamayın. Şuşanın işğalından əvvəl Azərbaycanın hərbi komandanlığı Şuşadakı Azərbaycanlı döyüşçülərin bir qismini naməlum səbəblərdən geri çəkir. Cənab Nazir, ermənilər Yerevandan gətirən qüvvələri yığıblar ətrafımızda. Şuşa kəndinin ətrafındadır, Sinaxçı kəndimizindədir, Zaratlı kənddə yol çəkirlər. Və bu gün sabah onlar mütləq hücuma keçəcəklər.
icazə verirsiniz, bir dənə qradımız var, bir dənə topumuz var. O topla, qradla biz başda ermənilərin cəmləşmə rayonunda ateş açaq məhv var. Elbrus Oruzov'da Rahim Qaziyeva zəng elədi ki, ək sürücümə keçməyə icazə verin. Rahim yenə icazə vermədi. O dedi ki, yox, mən sənə icazə vermirəm. Nəyə görə? Ayın 8-də beynəlxalq qırmızı xaç komitəsindən gələcəklər. Onunla qarşılamaq lazımdır. Danışıqlar gedirlər. İbdidən məlumat verdi ki, ayın 8-də bizim Yaqub Mamedov, hansı ki o vaxtı Azərbaycan prezidentin səlahiyyətini icra edən İrana gedəcək. May ayının 7-sində Yaqub Məmmədov, Ermənistanın o vaxtki rəhbəri Ter Petrosyan İranda, Tehranda Rafsanjaninin birlikdə bir kommunikə qəbul etmişlər və orada müəyyən qədər yeri olan vəziyyəti tənzimləmək meyilləri öz əksini tapmışdı. O vaxtda İranda da deyirdilər ki, onlar da bizi müdafiə edirlər. Məşəs bizi müdafiə eləmədi. Elə bir ki, sanki elə apardılar cəmaatın başını qatmağa. Məlumatı daxil ondan sonra yenə də biz orada Şuşada olanda gözümüzün qabağında gördük ki, bəli ermənilər nə danışıqlığı nəzərə almırlar, nə qırmızı xaçı da almırlar. Hamısı çıxırlar ateş mövqeləri. Və 6-sından 7-sinə keçən gecə elə bir ki, Şuşadan baxanda Xocalı tərəfə orada kəndimiz var. Məhəbbəli kəndi, Şuşa kəndinin arxasında Quşçular kəndimizin 18 dənə topu öz gözümüzlə gördük ki, bunlar ateş mövqeyə çıxardılar. Bura Şuşaya üzbəyiz hücum eləməyiblər. Ermənilər may ayının 8-də. Ermənilər arxa tərəfdən topxananı götürəndən sonra geri dönüblər, gəliblər buradan arxadan bizim bütün uşaqlarımızı qırıblar. Elçin Mamedov'un batalyonda 2 dənə Rus balası vardı. Onlar 366-cı alaydan qaçmışlar və keçmişlər bizi tərəfə. Mən o əsgərlərlə görüşəndə bunlar mənə məlumat verdilər ki, 366-cı alayın başda alay komandiri olmaqla tam şəkildə onlar kontrakt bağlayıblar, zabitlər, əskərlər kontrakt bağlayıblar, keçiblər erməni tərəfə. Və tankın, BMP-lərin ekipajları tam şəkildə hazırlıq vəziyyətindədirlər. Oradakı yerində olan hərbçilərin yüksək rəhbərliyə göndərdikləri məlumatlar dinlənilsəydi, onlara uyğun qərarlar qəbul olunsaydı, məsələn, ən azından Xankəndidən Şuşaya qalxan yol, o aralar hamısı minalanmalıydı. Şuşa ətrafında ümumilikdə cəmi cümlətanın 7 dənə tank əleyhinə döyüş minası olub. Bu yolda Xankəndinə istiqamətində heç vaxt mina olmuyor. Ateş mövqe çıxardıqdan sonra yenə də mənə Rəhim Qaziyev məlumat verdi. Ki, Rəhim Qaziyev, cənab nazir, vəziyyət çox ağırdır. Şuşada cəmi 850 nəfər var. Şuşanın müdafiə eləmək üçün qüvvə göndərin və mənə kömək edin. Xahişimiz də xahişli kimi qaldılar. Səhər saat 11-də biz Xankəndindən gələn Qırmızı Aypara Cəmiyyətini gözləyirdik. Bakıdan belə əmr vermişdilər ki, gələcəklər qarşılayır. Üstündə Ermənistanın bayrağı, arkasında da 2 dənə BMP-2 tankı girdi içəri. Bu yola girdi.
Hücuma keçiblər birinci dəfə. Hələ həmin tank gəlirdi Şuşaya girəndə. Albert o tankı vurub. Ondan sonra onlar saxlayıblar hücumu. Xankəndindən gələn tank o təpəni keçib bəri dönməli idi. Albert də bu yolu gəlirdi. Erməni tankı gəldi, bax o təpanın dalından belə dönmək istəyəndə birinci ateş etdi. Tankın sağ tərəfi qalxdı bir belə yarıya qədər. Bir də qaçdı yerinə. Aradan 1 dəqiqə, 2 dəqiqə keçməmiş ikincinin buranda o ziyarət elədikləri erməni tankının başniyası getdi deyə oradan girdi bir dənə mağazinlərin içinə. O mərmini atandan sonra luku açıb baxırdı. 3 dəqiqədən sonra gördüm Albert'in tankı yerində fırlandı. 180 dərəcə, bax bu zonada. Burada bildim ki, vurublar. Çünki ermənilər hamısı dolmuşdu orada. Billah Albert şəhid olub, vertolyotla gətiriblər 5-ci plaşatda. Ora gətiriblər, çoxsu şəhidləri oradan. Öz bu bir vətəndaş kimi öz borcu nədə görürsən? Gəlib torpağı qorumaq. Nə qədər təxminən qalmaq niyyətiniz? Müharibənin axırına kimi. Yedisindən 8-də keçən gecə, saat 2:45-də onlar ateşi başladılar, basqın eləmək. Ucu 9-10-da girmişlər Şuşaya. Səhər-səhər. Yadınızdadır. Ayın 8-də ermənilər taksiximizi almışlar. Almışlar aşağı zapravkanı, avtobazanı, bir də Şuşa türməsini almışlar. İşğal olunan günü səhər saat 8-də, 9-da bu türmənin içi, bu türmənin arxa tərəfi, meşəli, hamısı erməni ilə doluydu. Hamısı. Mən o vaxtı qalanın dalındaydım. Tez qaçdıq bura. Xəbər elədik, Şücaət adında BTR sürücüsü vardı. Şücaət BTR-lə gəldi, planı belə qurduq ki, BTR-in ucu ilə qapını sındıracağıq, erməniləri buradan çıxartmaqdan ötəri. Qapını sındıracağıq, girəcəyik içəri, amma heç kim BTR-in yanında, yolunda dayanmasın da, arxasında dayansın. Elə qapı sınan kimi içindən çıxan bir dənə güllə Natiq gərdanlandı. Və birinci güllə onu tutdu, öldü. Amma biz burada erməninin hamısını qırdıq. Qaçan Zabordan arxa tərəfə qaçdı. Saat 16-da biz əldə olan qüvvələrin hamısını bir yerə yığdıq. Onlar da hamısı bir yerdə 60-70 nəfər. Əlbəttə 60-70 nəfərlə Şuşa o boyda şəhəri saxlamaq qeyri-mümkündür. Qalada cəmisi 8 əskər var idi. 8 əskər, bir dənə də türmədə olan oğlan toz tüfəngi ilə, toz 8, o melka kalibrli, tir tüfəngi deyirlər. Onunla dayanmışdı. Biz ikimiz, podpolkovnik, bizim sürücülərimizlə, dinlələr, 13 nəfər. 13 nəfərlə əlbəttə qalan o tərəfdən saxlamaq mümkün deyildi. Əks üzümə keçəndən sonra Fəxrəddin Səfərov yanımda, mən qabaqdan uşaqlarla bir yerdə vurduq onları, tarsıxı aldıq, düşdük tarsıxı. Tarsıxdan bir dəstə getdi, avtobazını təmizlədi. Təmizləyəndən sonra gəldi, türməni boşaltdıq. Saat 11-dən 12-yə qədər ayın 8-də bir dənə erməni Şuşada yox idi. Biz kim girmişdi, hamısını qırdıq, töktük aşağı.
tökdük. Bir dənə aşağıda zapravka qaldı Xankəndi yolu. Mınla Şuşadan Şuşaya ermənilər nə 7-sinə, nə 8-inə, nə 9-da girə bilmədi. Bu divar uçmuşdu. Bura top gülləsi dəymişdi. Top gülləsi dəymişdi. Burada da 12 dənə meyit vardı. Amma heç biri Şuşalı deyildi. Bu uşaqlar rəhmətliklər. Hamısı Azərbaycanın digər rayonlarından gələn, ezamiyyata Şuşaya kömək gələn uşaqlar idi, zabitlər idi. Çoxu polis hissi idi. Daşaltı yolunu təmizlədi. Zaraslıdan 12 dənə BMP ilə Aqanyan başda olmaqla gələndə onların da qabağını aldıq. Nəbilərdə, Zaraslıda, Turşsuda ermənilər hücum elədilər, qarşısını aldıq. Getdim Zaraslı yoluna. Gəldi gördü ki, Zaraslı yolunda da boşdur. Heç kim yoxdur. Hamısı soğuşub çıxıb gedib. Soruşdum 2 dənə, 3 dənə əskər çıxdı. Dedim Elçin texnikanın al, dedi texnika hamısı Laçın tərəfi getdilər. Saat 8, ayın 8-i 8-dən 9 radələrində. 4000 yaxın əhali var idi. O zamanı çıxartmağa görə o Qaça yoldan Elbrus Orucu əmr verdi ki, yolu təmizləyin, bu zamanı çıxardaq. Ordu çıxırsa, mülki əhali qalmayıbsa, ordunun zabitləri, ordunun əskərləri hamısı durmadan çıxıb gedirsə, bu artıq Şuşanın təhvil verilməsi mi deyim, Şuşanın işğal olunmasıdır mı deyim, ona gətirib çıxardan bir amillər idi. Mayın 8-i axşama doğru Azərbaycanın 2 hərbi helikopteri Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirir. Saat 4-5'e işlemiş bir tane vertolyot geldi. Hem bizim pozisyonu vurdu, hem bizim pozisyonu. Hem de olarak bir iki tane hele böyle nökte-i nezerden. Bizde de 4 nefer söyledi, hele 4 nefer de hemen pozisyon, vertolyot vuranda 4 nefer yerindece kalmıştı. Turşsunun yanında daxil qoşunların alayı dayanıb orada. Onlar da günorta gəliblər. Daxil qoşunlar başda da kim olmalı? Tayyar Əliyev. Otdum maşına Uazdan Daşaltı yolu ilə mən keçdim, gəldim Turşsuya. Və nəyə görə burada dayanmısınız? Deyir, Nazir Tayyar Əliyev əmr vermir ki, qoşunlar qalxsın. Mən Elbrus Orucovdan soruşdum. İndi bunun çıxış yolu nədədir ki biz? Yenidən Şuşaya qayıdaq, Şuşanı götürək. Elbrus Orucov mənə dedi ki, Şuşanı deməli belə götürmək qeyri-mümkündür. Girsək də oranı saxlamaq qeyri-mümkündür, çünki hamı qırılacaq. Şuşanı götürməkdən ötəri texnika lazımdır və ən azı 40-a qədər texnika lazımdır ki, Şuşanı götürəndən sonra da Şuşanı biz saxlaya bilək. Şuşanın işğalında ermənilər Xankəndi tərəfdən qalxırlar. Əsas qalxdıqları yer ora olub. Orada da az qalarsan daş atsaydın belə, gedib o düşmənin başına dəyəcəkdi. Yəni, onu necə vermişdik biz? Çünki o, bayaq söylədiyim kimi, müdafiə sədləri, minalanmaq bunların heç birinə rəayət olunmadı. Şuşanı ermənilər işğal edərlər. Ona görə ki, Azərbaycan hökumətsiz qalmışdı. Nə onun ordusu yox idi, nə onun vahid komandalığı yox idi və Azərbaycanda gedən kresla davası o vaxtı əlverişli şərait yaratmışlar ki, ermənilər gəlsinlər, Şuşa şəhərimizi işğal eləsinlər. Parlamentdə Şuşanın işğalı ilə bağlı hər hansı müzakirə aparılmır. Dinləmələr də keçirilmir. Hakimiyyət Şuşanın işğalına sadəcə sükutla yanaşır. Biz Şuşanın artıq işğal olunmaq xəbərini
Bakıya gəldikdə, hətta Bakıda bizi hərbi senzura qadağan edirdi o məlumatı efirə verməyə. Orada yadımdadır ki, biz o zaman silahımız olmasa da mənim əlimdə qumbara var. Biz hətta indiyənə qədər yadımdadır Azərbaycan televiziyasının hansı montaj otağında bizə o dövrkü Müdafiə Nazirliyinin televiziyaya təhkim olunmuş senzurasının rəhbəri ki, Şuşa gedməyib, siz bu məlumatı verə bilməzsiniz. Biz dedik ki, Şuşadan gəlirik biz. Şuşa gedib. Şuşa artıq yoxdur. Ermənilər də artıq orada toy bayram edirlər. Azərbaycanın dövlətçiliyində Şuşanın işğalı böyük bir faciə oldu. Gözlənilməyən bir faciə oldu. Və Şuşanın özü bilirsiniz, Azərbaycanda bir, necə deyim, mədəniyyət mərkəzi kimi həmişə qiymətləndirilirdi. Ancaq bundan əlavə o strateji bir mövqedə yerləşirdi. O vaxtı 6-7 tankımız olsaydı orada, o şeye heç bir texnika girə bilməyəcəkdi, toplarına. Batalyon ağzına kimi doludur silahla, ambarı doludur silahla. Onu səngərlərə paylamağa qoymurdu, vermirdilər. Şuşanın işğalından bir neçə gün sonra xüsusi təyinatlı polis dəstəsi Zarıslı istiqamətindən həmlə edir. Erməni birləşmələri əlverişli və gizli mövqelərdə yerləşdiyindən həmlə uğursuz olur. Mayın 14-ü Şuşanın geri alınması məqsədi ilə 3 istiqamətdə plan hazırlanır. Lakin qəflətən Bakıdan zəng gəlir. Və Şuşaya əks hücuma keçəcək qüvvələr Bakıya göndərilir. Dövlət çevrilişində iştirak etmək üçün. Şuşa əməliyyatı isə 28 il təxirə salınır.